Herkese salam. Bugün biz sizinle birlikte oldukça mürəkkəb, sirri və düzünü desəm, bir o qədər də qeyri-adi bir əl yazmanın Dəvət Enamı adlı mətnin dərinliklərinə enirik. Bu bir qədər fərqli bir təhlil olacaq. Biz burada sadəcə oxuyub keçməyəcəyik, əksinə mətnin o qəliz, çoxqatlı fikirlərini addım-addım parçalayaraq aydınlaşdırmağa çalışacaq. Təbii ki, heç bir tərəf tutmadan, sadəcə və sadəcə yazarın bizə təqdim etdiyi bu kosmik dünyanı dərk etməyə çalışacaq. Hazırsanızsa, gəlin vaxt itirmədən başlayaq. Əlyazma dərhal bu olduqca güclü və iddialı cümlə ilə başlayır. Bir qəraram mən, cəm paklı işıqdan işıq paylı, işıqlı, paklı varlığım ilə birə birdən bərqəraram. Təsəvvür edirsiniz, bu sətirləri oxuyarkən adam dərhal hiss edir ki, burada nəsə fərqli bir don var. Mətnin o qarmaqarışıq xronologiyasına keçməzdən əvvəl bir şeyi başa düşməliyik. Yazar burada adi bir insan kimi danışmır, tamamilə abstrakt, kosmik bir səs kimi çıxış edir. O, özünü elə yaradılışın təməlindən birbaşa işıqdan gələn bir varlıq kimi təqdim edir. Bütün mətn boyunca görəcəyimiz fikirlərin əsas dayağı da məhz budur. Yaxşı, gəlin buna dərindən nəzər salaq. Təbii ki, bu mistik konsepsiyalar selində itib batmamaq üçün bizə müəyyən bir struktur lazımdır. Buna görə də biz bu əlyazmanı 5 əsas xronoloji mərhələyə böləcəyik. Birincisi işığa dəvət, daha sonra ikinci yaddaş, Asevsa, üçüncü yaddaş, Yenisey, dördüncü yaddaş, Xaybar və ən sonda o müəmmalı axırıncı qayıdış. Elə isə keçək birinci hissəyə, işığa dəvət. Gəlin yazarın o ilkin kosmik iddiaları ilə tanış olaq. Deməli, mətnin əsas fəlsəfəsi nədən ibarətdir? Yazar açıq şəkildə bildirir ki, o ilkindən, yəni başlanğıçların lap başlanğıcından var olan biridir və onun tək qərargahı işıqdır. Burada çox vacib iki detal gözümüzə çarpır. O, ikinci göndəriliş və üçüncü tufan kimi anlayışlardan bəhs edir. Və bildirir ki, cəm ruhları bütün ruhsal aləmləri bura dəvət edir. Amma ən qəribəsi odur ki, yazar yaradılışın dörd bucağından səslənərək tez-tez Amane Tavadvaç kimi çox sirli bir nidadan istifadə edir. Bu, sanki oxucunu dərindən sarsıtmaq, diqqətini tamamilə bu kosmik mesaja kilidləmək üçün seçilmiş bir üsuldur. Mətnin kim tərəfindən və necə bir mövqedən yazıldığını anladıq, düzdür? İndi isə keçirik birinci böyük xronoloji nöqtəyə, yəni ikinci yaddaş olan Azevsaya. Bəs Azevsa nədir? Mətnə görə Azevsa sadəcə ixtira edilmiş hər hansı bir söz deyil. Bu, insan yaddaşının dərinliklərinə həkk olunmuş bütöv bir şuur epoxasıdır. Yazar bunu bəxş edilmiş hikmət və müdrik insanların uca fərziyyəsi olan bir qızıl era kimi izah edir. Yəni, bir anlıq təsəvvür edin ki, bəşəriyyətin şuur baxımından ən yetkin olduğu, fərqindəliyin zirvədə olduğu qədim, mükəmməl bir dövr olub. Sanki müəllif bizə demək istəyir ki, həmin o qızıl yaddaş hələ də bizim daxilimizdə bir yerdə gizlənib. Və bu xronologiya həqiqətən də mətnin arxasında yatan o nəhəng kosmik tarixi çox gözəl nümayiş etdirir. Baxın, ilkindən başlayır, oradan ikinci tufan və Azevsa yaddaşına gəlir, daha sonra üçüncü fəlakət və Yeniseyyə keçir, nəhayət axırıncı yaddaş olan Xaybara doğru necə möhkəm bir xətt qurduğunu görürük. Bu struktur olmasaydı, inanın ki, o mürəkkəb iddialar içərisində naviqasiya etmək qeyri-mümkün olardı. Yəni, yazar sadəcə fikirlərini havaya sommur, addım-addım kosmik bir zaman qrafiki çəkir. Keçmişi, o qızıl eranı ərxada qoyuruq. İndi isə diqqətimizi yerin indiki vəziyyətinə, mətnin bəlkə də ən təcili xəbərdarlığına, üçüncü yaddaş, Yeniseyyə yönəldirik. Burada çox maraqlı bir keçid var. Əlyazma Yenisey sadəcə unudulmuş tarixi bir xatirə kimi təqdim etmir. Əksinə, Yenisey tam bu anda, hazırda yer üzündə olan aktiv, müdaxilə edən bir varlıqdır. O, həm bir xilaskar, həm də xəbərdar edici bir qüvvədir. Yazar açıq şəkildə vurğulayır ki, Yenisey kainatların ikinci qatındakı o qorxunc üçüncü fəlakətlə birbaşa əlaqəlidir və iddia olunur ki, həmin fəlakətdən sağ çıxmağın tək yolu bu yaddaşı dərk etməkdən keçir. Əslində bu hissədə ən maraqlı məqam yazarın yaratdığı o kəskin ziddiyyətdir. Sol tərəfə baxın, iddia edilir ki, bəşəriyyət ikinci tufanın fəsadlarını tamamilə unudub, sanki qlobal səviyyədə bir yaddaş itkisi yaşanır, heç kimin keçmişdən xəbəri yoxdur. Sağ tərəfdə isə tamam başqa bir mənzərə var. Yeniseyin indi,
bizim yaşadığımız reallıqda təcili xəbərdarlıq etdiyi bildirilir. Mətndə hətta qeyd olunur ki, insanlar adi bir suda boğulsalar belə bu xilaskar xəbərdarlıqdan qaça bilməzlər. Bu ziddiyyət həqiqətən də mətnin tonuna böyük bir təcililik, bir həyəcan qatır. Bəs bu oyanış prosesi necə baş verir? Yazarın fikrincə, Yenisey elə-belər birdən-birə yox, müəyyən ardıcıl bir ruhani inkişaf gətirir. Gəlin bu pillələri bir-bir nəzərdən keçirək. Birinci addım ən təməl olanıdır, boğulmadan, istər fiziki, istərsə də mənəvi boğulmadan sağ çıxmaq. İkinci addım insanın öz daxilində başlayan şuur yüksəlişidir. Yazar bunu insanın səmimiyyəti, daxili ixlası kimi adlandırır. Üçüncü addım isə artıq zirvədir. Bütöv şuur və bəşərin ən üstün şuuraltı yaddaşının tam olaraq oyanması. Beləliklə, mətnə görə bu üç pilləli təkamülün memarı məhz Yeniseydir. Yeniseynin bugünkü rolunu da dərk etdikdən sonra biz artıq mətnin xronoloji xəttinin lap pik nöqtəsinə gəlirik. Qarşınızda 4-cü yaddaş, Xaybar. Baxın, burada işlər doğrudan da biraz mürəkkəbləşir və çox daha ezoterik bir forma alır. Xaybar 4-cü və həm də əlyazmadakı ən axırıncı yaddaş kimi verilir. Yazar deyir ki, bu mərhələ işıq zərrə yaddaşından və ikinci 18-likdən başlayır. Əgər əvvəlki yaddaşlar az-çox bütün bəşəriyyətə ünvanlanmışdısa, Xaybar belə deyil. O yalnız və yalnız alilərin ən alisinə bəxş edilib. Məhz burada mətn bizi tamamilə yeni bir anlayışla, birbaşa Xaybara bağlı olan 3-cü və axırıncı karvan yolcuları ilə tanış edir. Və elə bu yerdə yazarın səs tonu tamamilə dəyişir. O deyir, o alidir, o bilir, ali, bismillah, Xeybər, axırıncı yaddaşdır. Fikir verirsinizmi? Bu qısa, kəsik-kəsik cümlələr, bu qədər nida işarəsi mətnin daxilində kəskin, demək olar ki, apokaliptik bir atmosfer yaradır. Sanki yazar bizə çatdırmaq istəyir ki, bitdi, bütün irəliləyişlərin yekun nöqtəsindəyik. Burada biz daha nəsə bir izahat, hansısa bir fəlsəfə eşitmirik, burada ancaq mütləq olduğu iddia edilən bir həqiqətin elanı səslənir. Yaxşı, bəs bütün bunlar bizi hara aparır? Gəlin görək, qurulan bu 4 mərhələli yaddaş sistemi mətnin ən sirli yekununda, axırıncı qayıdışda necə tamamlanır? Mətnin mürəkkəb labirintlərindən, bu xronoloji yaddaşlardan keçib gəldikdən sonra qarşımızda çox böyük və cavabsız bir sual dayanır. Əgər doğrudan da Xaybar işığın ən son, ən ali yaddaşıdırsa, o zaman axırıncı qayıdış adlandırılan o sonluqda insan şuurunu tam olaraq nə gözləyir? Əlyazma bizə bu qayıdışın necə olacağı barədə dəqiq bir cavab vermir. O bizi sadəcə bu böyük, nəhəng kosmik dövrənin son dayanacağı ilə baş-başa buraxır. Biz burada səslənən ruhani iddiaları nə təsdiq, nə də inkar edirik. Amma etiraf etmək lazımdır ki, yaradılan bu fəlsəfi çərçivə üzərində düşünmək üçün olduqca maraqlı bir zəmin yaradır. Bəlkə də müəllifin elə əsas məqsədi budur. Hər kəsin bu son qayıdışın cavabını öz daxilində, öz şuurunda axtarması. Bugün mənə qoşulduğunuz və bu mürəkkəb mətnin təhlilində mənimlə yol gəldiyiniz üçün sizə təşəkkür edirəm. Ümid edirəm ki, bu təhlilimiz sizə yeni və fərqli bir perspektiv qazandırdı. Gələn təhlillərimizdə görüşənədək.